Uşaqlar, tam cəbr ifadələri mövzusunun ikinci hissəsinə baxırıq. Diqqətiniz məndə olsun. Müxtəsər vurma düsturları. Belə bir başlığımız var. Birinci düstura baxaq. A üstəgəl B-nin kvadratı bərabərdir A kvadrat üstəgəl 2AB üstəgəlinsin B kvadratı. İndi buna aid bəzi nümunələr yazmışıq. Məsələn, bu düstura görə 2A üstəgəl 3-ün kvadratı nəyə bərabər olar? Buradakı 2A-ya birinci hədd kimi baxacaq. 2A-nın kvadratı. Üstə gəlinsin 2 vuraq. Birinci hədd vurulsun ikinci hədd, yəni 2A vurulsun 3. Üstə gəl ikinci həddin kvadratı, yəni 3-ün kvadratı. 2A-nın kvadratı eləyir 4A kvadratı. 2 vur 2A vur 3 eləyir 12A. Üstə gəlsin 3-ün kvadratı da 9. Aydın oldu mu? Həmçinin bunun açılışdan geri qayıtması da var. A kvadrat üstəgəl 10A üstəgəl 25 nəyin mötərizə kvadratıdır? Bunun üçün nə edəcəksiniz? A kvadratını saxladım. Bura mütləq 2 vurulsun yazmalısınız. Niyə 2 vurulsun yazmalısınız? Çünki düsturun özündə nə gəlir? 2. Sonra A-nı yazacaqsınız. 2A-nı nəyə vursam 10A eləyər? 5-ə. Həqiqətən də 5-in kvadratı bizə 25-i verir. Demək ki, bu A üstəgəl 5-in kvadratıymış. Çatdı mı bu düsturumuz? İkinci düstura baxırıq. A çıx B-nin kvadratı bərabərdir. A kvadrat çıxılsın 2AB üstəgələk B-nin kvadratı. Uşaqlar, bu düstura görə 3x çıx 2-nin kvadratı nəyə bərabər olar? Birinci həddimiz 3x-dir. Yazmalısınız 3x-in kvadratı çıxılsın. 2 vurulsun. Birinci hədd vuraq, ikinci hədd üstəgəl, ikinci həddin kvadratı. Bu da bizə 9x kvadrat çıx 12x üstəgəlsin 4-ü verər. Aydın olur mu danışdıqlarım? Tamam. Həmçinin 9x-4 çıxılsın 6x kvadratı üstəgəlsin 1. 9x-4-ü nəyin mötərizə kvadrat kimi düşünmək olar? 3x kvadratının kvadratı çıxılsın 2 vurulsun. Niyə 2 vurulsun yazmışıq? Düsturun özündə 2 var. A-nın yerinə 3x burada kvadrat olmalıydı. 3x kvadratı vurulsun. B-nin yerinə nə durur? 1. Üstəgəl B-nin kvadratı, yəni 1-in kvadratı. Demək ki, bunun özü 3x kvadrat çıx 1-in kvadratıymış. Çatır mı? Tamam. Üçüncü düsturumuza baxırıq. A kvadrat çıx B kvadrat bərabərdir nəyə? A çıx B vurulsun A üstəgəl B. Yenə bunlara aid nümunələr demişəm. Özünüz baxa bilərsiniz. Dördüncü düstura baxaq uşaqlar. Dördüncü düstur. A üstəgəl B-nin kubu nəyə bərabərdir? A üstəgəl B-nin kubu bərabər olur. A-nın kubu üstəgəl 3A kvadratı B, üstəgəlinsin 3A B kvadratı, üstəgəlinsin B-nin kubu. Məsələn, bu düstura görə 2x üstəgəl Y-in kubunu açaq. Birinci həddimiz 2x-dir, ikinci həddimiz Y-dir. Deməli, necə gəlib uşaqlar? Birinci həddin kubu, üstəgəl 3 vur, birinci həddin kvadratı vur ikinci. Üstə gəlinsin 3 vur, birinci hədd vur, ikinci həddin kvadratı. Üstə gəlinsin ikinci həddin kubu. Bu da bizə 8x kubu üstə gəl 12x kvadratı y, üstə gəl 6x y, üstə gəl y kubunu veribdir. Sonra 5-ci düstura baxırıq. A çıx B-nin kubu bərabərdir. A-nın kubu çıxılsın 3A kvadratı B, üstə gəl 3A B-nin kvadratı, çıxılsın B kubu. Yenə bu düstura uyğun olaraq A çıx 2-nin kubu necə atılar? A-ya birinci hədd kimi, 2-yə də ikinci hədd kimi baxsaq. Olacaq. Birinci həddin kubu çıxılsın 3 vur, birinci həddin kvadratı vur ikinci. Üstə gəl 3 vur, birinci hədd vur, ikinci həddin kvadratı. Çıxılsın ikinci həddin kubu. Son nəticəsi baxın bu formada olacaq. Daha sonra 6-cı düstura baxırsınız. A-nın kubu üstə gəlsin, B-nin kubu bərabərdir. A üstə gəlsin B vurulsun. A kvadrat çıxılsın AB üstə gəlsin B-nin kvadratı. Məsəl üçün, A kubu üstə gəl 1-in açışı nə olar? Olacaq. A üstə gələk 1 vurulsun. A kvadrat çıx A üstə gəlsin 1. Çatır mı? Nəhayət 7-ci düsturumuz. A-nın kubu çıxılsın B-nin kubu nəyə bərabər olar uşaqlar? A çıxılsın B vurulsun. A kvadrat üstə gəl AB üstə gəl B-nin kvadratı. Məsəl üçün, A kubu çıx 8-i bu düstura görə açaq. Nə olacaq uşaqlar? 8-i necə görməlisiniz?
2'nin kubu. Onda A birinci hədd, 2 də olacaq ikinci hədd. Olacaq birinci hədd çıxılsın ikinci hədd, yəni A çıxılsın 2. Vurulsun birinci həddin kvadratı üstə gəl. Birinci hədd vur ikinci hədd, üstə gəlsin ikinci həddin kvadratı. Aydın oldu mu? 7 dənə əsas müxtəsər vurma düsturlarımız var. Bir də uşaqlar, bu 7 dənə düsturdan alınan nəticələr var. Gəlin bu nəticələrə baxaq. Uşaqlar, bir ulduz yazmışıq ora. Bir ulduz yazmışıq ona görə ki, birinci düsturdan çıxan nəticə. Birinci düsturda bunu xatırlayırsınızmı? A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat nəyə bərabər idi? A üstəgəl B-nin kvadratı. İndi istəyirəm ki, buradakı 2AB-ni keçirək digər tərəfə. Onda A kvadrat üstəgəl B kvadrat nəyə bərabər olar? A üstəgəl B-nin kvadratı çıxılsın 2AB. Tam başa düşdünüzmü hardan gəlirmiş? İndi ikinci düstura baxaq uşaqlar. İkinci düsturda 2 ulduz yazmışam. Bu o deməkdir ki, ikincisindən çıxan nəticə. İkinci düsturu xatırlayaq. A kvadrat çıx 2AB üstə gəlinsin B kvadratı idi. Xatırlayırsınızmı? Bayaq dedik. İndi buradakı bu mənfi 2AB-ni ataq bu üzə. Onda A kvadrat üstə gəl B kvadratın açılışı A çıx B-nin kvadratı üstə gəlinsin 2AB. Çatdı mı? Uşaqlar fikir verin. Yazmışıq 1 ulduz ulduz, bir də 2 ulduz ulduz. Bunlardan çıxan nəticələrə baxaq. Deməli, belə bir şey deyə bilərəm. Bu iki düsturu bir-birinə bərabərləşdirin. Onsuz da sol tərəflər bərabərdir də, görə bilirsinizmi? A kvadrat ilə B kvadratdır hər ikisi. Sağ tərəflərini bərabərləşdirsəm, A üstəgəl B-nin kvadratı çıxılsın 2AB nəyə bərabər olacaq? A çıx B-nin kvadratı üstə gələk 2AB-yə. Bu mənfi 2AB-ni bu tərəfə keçirsəz, onda A üstəgəl B-nin kvadratı bərabər olar. A çıx B-nin kvadratı üstə gəlinsin 4AB. Aydındır? Bax, bu düsturun məncə hardan gəlməyini artıq başa düşdünüz. Çatdım uşaqlar? Eyni qayda ilə mən 2AB-ni bu tərəfə keçirsəydim, onda A çıx B-nin kvadratı bərabər olacaqdı. A üstə gəlinsin B-nin kvadratı çıxılsın 4AB. Artıq bu da aydındır hardan gəldiyi. Başa düşürsünüz? Nəhayət 2 dənə düsturumuz var, onlara da baxaq. Deməli, yazmışıq ki, 4 ulduz. Bu o deməkdir ki, 4-cü düsturdan çıxan nəticə. 4-cü düsturdan nəticə çıxıbdır. Bayaq belə bir düstur yazmışdım sizə. A kubu üstə gəlinsin 3A kvadratı B üstə gəlinsin 3A B kvadratı üstə gəl B-nin kubu. Bu nəyə bərabər idi aşağılar? A üstə gəl B-nin kubuna. İndi bu hissədən istəyirəm ki, 3AB-ni çıxardasınız. 3AB-ni çıxardanda nə qaldı mötərizənin içərisində? A plus B üstə gəl B-nin kubu bərabərdir. A üstə gəl B-nin xaricdən kubu. İndi bunun bax bu hissəsini bütövlükdə atın bərabərliyin sağına. A kubu üstə gəl B kubu qalsın. A kubu üstə gəl B kubu qalsın. Bərabər olacaq. A üstə gəl B-nin kubu çıxılsın. 3AB vurulsun. A plus B. Oldu mu uşaqlar? Bir dənə də düsturumuz var. 5-cinə baxaq. 5-ci. 5-cisində də deməli, bayaq belə bir düsturumuz var idi. A kubu çıxılsın. 3A kvadratı B üstə gəl 3A B kvadratı çıxılsın. B-nin kubu. Bu nəyə bərabər idi uşaqlar? A çıx B-nin kubuna. İndi bu hissədən nə çıxar? Bu da bax bu hissədən. Mənfi 3AB. A-nın kubu çıxılsın. 3AB-ni çıxardanda mötərizənin içərisində A çıx B qalar. Burada da A çıx B-nin kubu. İndi bax bu hissəni bütövlükdə atın bu tərəfə. Nə olacaq? A-nın kubu çıxılsın. B-nin kubu bərabər olacaq. A çıx B-nin kubu üstə gəlinsin. 3AB və A çıxılsın B. Öyrənə bildik? Tamam. Müxtəsər vurma düsturlarımız
7'si əsas, 6'sı köməkçi olmaqla 13 dənədir. Aydındır maşallah. Tamam. İndi gəlin bunların istifadəsinə aid bəzi nümunələr yazaq. Misal 25. Deyir, P və Q'nün yerinə elə bir hədlər yazın ki, vermiş bu ifadə eynilik olsun. Uşaqlar, ilk öncə 3n kvadrat çıxı mn kvadratını açırıq. Birinci həddimiz nədir? 3n kvadratı. Bu birinci həddin kvadratı çıxılsın. 2 vurulsun. Birinci hədd vur ikinci hədd. Üstə gəl ikinci həddin kvadratı. Bərabərdir. P çıxaq 6n kvadratı m üstə gələ 2. İndi bunu bir də sadələşdirsək. Olacaq 9n üstü 4. Çıxılsın 6n kvadratı m. Üstə gəl m kvadratı bərabərdir. P çıxılsın 6n kvadratı m üstə gəlinsin 2. İndi uşaqlar, bu orta hissələr bir-birinə bərabərdir. Mənlə razısınız? Demək ki, P-nin yerinə duran nə imiş? 9n üstü 4. Q-nun yerinə duran nə imiş? M-in kvadratı. Hətta bunların yeri dəyişik olsa belə doğrudur. Bu nə deməkdir uşaqlar? Yəni, mən istəsəm Q-nun yerinə 9n üstü 4'ü, P-nin yerinə də nə yaza bilərəm? M kvadratı. Baxır, cavab variantlarında necə verir? Oldu mu? Tamam. Keçirəm növbəti düsturumuza. Misal 26'ya baxırıq. Deməli, 9a kvadratını necə görməlisiniz? 9a kvadratı 3a-nın kvadratı. Üstə gəlinsin. Düstur belə gəlir də. 2 vurulsun. A, yəni 3a vurulsun. İndi uşaqlar, mən bu nöqtələrin yerinə nə yazım ki, hamısının hasili buradakı 3ab-ni versin. 2də 1b. 2də 1b. Bilirsiniz niyə 2də 1b? Bu ikilər getsin. Yerində 3ab qalsın. Yəni, eynisi alınsın. Üstə gəlinsin. Deməli, bunun kvadratı. Yəni, 4də 1b kvadratı. Bu da bizə nə verdi? 3a üstə gəl 2də 1b-nin kvadratı. İndi bu ət işarəsinin yerinə nə durmuş oldu uşaqlar? 4də 1b-nin kvadratı. Deməli, biz o ət işarəsinin yerinə 4də 1b kvadratı yazmış olsaq, bu hansısa iki hədlinin kvadratı olacaq. 2də 1 səsini bir də izah edeyim. 2-ni 3a-ya vuranda neçə eləyir? 6a. İndi 6a-nı mən nəyə vurum ki 3ab eləsin? Hə. Hə, mən də yazmışam 2də 1b. Aydın oldu? Tamam. Misal 27'ye baxırıq. Deməli, x üstəgəl y-i 7 verib, x y-i 2 verib. Bizdən də soruşur x kvadrat üstəgəl y kvadratını. Uşaqlar, x kvadrat üstəgəl y kvadratının köməkçi açılışı. X üstəgəlsin y-in kvadratı çıxılsın. 2ab, yəni 2x. Toplamının yerinə 7 qoyuram. 2 vur 2. 49 çıxılsın 4'dən. Cavabım nə oldu? 45. Çatır mı? Çatır. Sonra misal 28'e baxırıq. A çıx B bərabər 5, AB bərabər 3 olarsa, A kubu çıx B kubu ifadəsinin qiymətini bizdən soruşur. Uşaqlar, yenə bunun köməkçi açılışını sizdən istəyəcəm. Necə idi? A-nın kubu çıxılsın B-nin kubu bərabər idi. A çıx B-nin kubu üstə gəlinsin. 3AB A çıxılsın B. A çıx B-nin yerinə 5 qoy. 5'in kubu üstə gəlsin 3 vur. AB-nin yerinə 3 qoyacaq. A çıx B-nin yerinə də 5. 125 üstə gəlsin 45. Cavabım nə oldu? 170. Başa düşdünüz? Müxtəsər vurma düsturları və ona aid nümunələr göstərdim sizə. Uşaqlar, indi keçirik. Görün nə? Kvadrat 3 ədli. Kvadrat 3 ədli. Birinci tərifinə baxırıq. Tərifi. A fərqli 0 olmaqla ax kvadrat üstəgəl bx üstəgəl c şəklində ifadəyə kvadrat 3 ədli deyilir. Uşaqlar, bunun adına niyə kvadrat 3 ədli deyirlər? Çünki ən yüksək dərəcə nədir? Kvadratdır. Və neçə dənə həddi var? 3 dənə həddi var. Ax kvadratı, bx və c. Ona görə bunun adına deyirlər kvadrat 3 ədli. Başa düşdünüzmü?
A-nın adına deyəcəyik birinci əmsal, B-nin adına deyəcəyik ikinci əmsal, C-nin adına isə nə deyəcəyik? Sərbəst hədd. Sərbəst hədd ona görə ki, yanında nə yoxdur? Dəyişəni yoxdur. Məsələn, 3x kvadrat çıxılsın 7x üstəgəl 9. Bax, bu bir kvadrat üç ədlidir. Başa düşdüyümü? A-mız nəyə bərabərdir? A-mız 3-ə. B-miz mənfi 7-yə, işarəsi ilə birlikdə. C-miz isə 9. Məsəl üçün, 2x kvadrat üstəgəl 3x çıx 1. A2, B3, C-miz mənfi 1. Burada A-mız 1-dir. B 5, C də 8 və s. Kvadrat üç ədlinin nə olduğunu bildiyimi? Tamam. İndi keçirik uşaqlar. Növbəti qaydamız. Kvadrat üç ədlinin kökləri. Birinci qaydasını oxuyaq, sonra nümunəsini yazaq. Deyir ki, dəyişənin kvadrat üç ədlini sıfıra çevirən qiymətlərinə kvadrat üç ədlinin kökləri deyilir. Ax kvadrat üstəgəl, bx üstəgəl, c kvadrat üç ədlinin köklərini tapmaq üçün ümumiyyətlə bir çox ədlinin kökünü tapmaq istəyirsinizsə, onu nə etməlisiniz uşaqlar? Sıfıra bərabər eləyib, alınan tənliyi həll etməlisiniz. Aydın oldu mu? Buyur, sualım var. Yox, səbir ol hələ. Ax kvadrat üstəgəl, bx üstəgəl, c bərabər 0 kvadrat tənliyinin həll qaydası irəlidə bir məchullu tənliklər mövzusunda verilmişdir. Uşaqlar, orada nə verilmişdir? Əsasən 3 dənə üsuldan istifadə edəcəyik. Birincisi, diskriminantla kökləri tapmaqdır. Eşitmişsiniz yəqin ki. İkincisi, Viet teoreminə görə kökləri tapmaqdır. Üçüncüsü, vuruqlarına ayırıb kökləri tapmaqdır. Bu üsulların içərisində ən xoşumuza gələni Viet teoremidir. Görün nə yazıram. Viet teoremi. Deməli, tənliyin köklərinin cəmi ikinci əmsalın əksinə, yəni mənfi 8-ə, tənliyin köklərinin hasili isə həmişə sərbəst həddə bərabərdir. İndi elə 2 dənə ədəd deyək ki, toplayın mənfi 8-i versin, vurun müsbət 7-ni versin. Mənfi 7 və mənfi 1-dir. Aydındır? Məsəl üçün, başqa bir nümunə. X kvadrat çıxılsın 7x üstəgəl 12. Uşaqlar, bu kvadrat üç ədlinin köklərini tapmaq istəyirəm. Toplayın, mənə 7-ni versin. Dedi axı, ikinci əmsalın əksini. Vuranda isə sərbəst həddi versin. Buradan da biri 3-dür, biri də 4-dür. Çatırma uşaqlar. Bəlkə birini də yazın möhkəmlənsin. Birini də yazıram. X-in kvadratı çıxılsın 7x çıxılsın 18. Deməli, cəmi bizə verməlidir müsbət 7-ni, hasili isə mənfi 18-i verməlidir. Bu şərti ödəyən ədədlər də müsbət 9, mənfi 2. Müsbət 9, mənfi 2. Buyur. Bəli. Bəli, onunla da eləyə bilərsiniz, amma salamatı Vietdir. Diskriminantla nə zaman işləyəcəyik? Bunun əvvəlində nəsə bir ədəd olsa, 2 olsa, 3 olsa. Amma kvadratın əmsalı 1-dirsə, çalışın ki, Vietlə yazasınız. İşimiz rahat olsun deyə. Davam edirik. Deməli, çoxədlinin kökü nəymiş uşaqlar? Kvadrat üçədlinin kökü nəymiş? Kvadrat üçədlini sıfıra çevirən ədədlər. Yaxşımı? Tamam. İndi kvadrat üçədlidən 2 hədlinin tam kvadratının ayrılması. Uşaqlar, tam kvadratı ayırma üsulunu öyrədək birinci sizə. Deməli deyir ki, ax kvadrat üstəgəl, bx üstəgəl, c kvadrat üçədlisini a vurulsun x çıx m-in kvadratı üstəgəl n şəklində göstərmək olar. Yəni, ax kvadrat üstəgəl, bx üstəgəl, c bərabərdir. A vurulsun x çıx m-in kvadratı üstəgəlsin n. Uşaqlar, burada əlavə 2 dənə dəyişən gəlib, görə bilirsinizmi? M və n. M-i tapmaq üçün düsturumuz budur. Mənfi b bölünsün 2a. N-i tapmaq üçün isə düsturumuz budur. 4ac çıx b kvadrat bölünsün 4a. Kvadrat üç ədlinin bu şəkildə göstərilməsinə ondan 2 ədlinin tam kvadratının ayrılması deyilir. Gəlin nümunə yazaq. Bu nümunədə buradakı bu 8-i, 6-nı dəyişək. İstəyirsiniz neçə eləyək?
7 eləyək. Olsun 7. İndi A-mız nəyə bərabərdir? 1-ə. B-miz nəyə bərabərdir? -4-ə. C-miz nəyə bərabərdir? 7-yə. Deməli, tam kvadrat ayırmaq üçün ilk öncə M-i tapırıq. M nəyə bərabərdir? -B bölünsün 2 aydır da düstur. Mənfi. B-nin yerinə nə yazın? -4 bölünsün 2 vur 1. Buradan tapdım 2. Sonra N-i tapaq uşaqlar. Yenə birinci düsturun yazıram. 4AC çıx B kvadratı bölünsün 4A. 4A C'miz. Yəni 4 vur 1 vur 7. Çıxılsın B kvadratı 16. Mənlə birlikdə danışmayın, səslər qarışır. 28-dən 16 çıxanda 12. 12-ni də 4-ə böldük. Neçə elədi? 3. İndi uşaqlar, bizim düsturumuz necə idi? A vurulsun, x çıx m-in kvadratı üstə gəlsin n idi. Aydındırmı? A-nın yerinə nə qoyacaqsınız? A nədir? 1. Bunu əslində yazmasaq da olar. Bunu yazmasaq da olar. X çıxılsın. M nədir? 2-dir. 2 kvadratı. Üstə gəlinsin n. N'in də qiyməti 3. Başa düşə bildiniz? Demək ki, x kvadrat çıx 4x üstə gəl 7-nin əvəzinə biz x çıx 2-nin kvadratı üstə gəlsin 3 yaza bilərik. Çatdı mı danışdıqlarım? Çatdı. Uşaqlar, bu bunun düstur üsuludur. Qeyri-adi bir üsul deyil. Amma xoşumuza gəlmir. Bu çox uzun yoldur. Gəlin qısa bir dənə yol deyim sizə. Ən gözəl yolu nədir? X-in kvadrat çıxılsın 4x üstə gəl yazın və 3 dənə nöqtə qoyun. İndi uşaqlar, bu 3 nöqtəni təyin eləmək üçün x-in əmsalındakı ədədi 4-dür. Bölün 2-yə. Kvadratını deyirsiniz 4. Özümdən bura 4 yazdımsa, bir də çıx 4 yazıram. Və üstə gəlinsin. Bayaq neçə demişdim buranı? Üstə gəlinsin 7. İndi bunun bu ilk 3 dənəsi nəyə oxşuyur? Müxtəsər vurma düsturuna görə x çıx 2-nin kvadratı -4-ün üstünə 7 gələndə də verdi 3-ü. Başa düşdünüz? Qısa oldu məncə. Gəlin buna bir neçə də nümunə yazım. Məsəl üçün, x kvadrat üstə gəl 6x üstə gəlinsin 15. Belə bir dənə sual yazmışam. Yenə yazıram x-in kvadratı üstə gəl 6x üstə gəl 3 dənə nöqtə. 6-nın yarısı 3. Kvadratı nə oldu? 9. Özümdən 9 yazdım. Bir dənə də çıx 9. Topla 15. İndi 3 dənə, bax bu 3 dənə. X üstə gəl 3-ün kvadratını verdi. Üstə gəlinsin neçə? 6. Asandır. Gəlin birini də yazaq. X-in kvadratı çıxılsın 10x çıxılsın 3. Belə bir dənə sual. Yenə nə iş görəcəm? X kvadrat çıx 10x üstə gəlinsin 3 nöqtə. O 3 nöqtənin yerinə onun yarısı 5, kvadratı 25. Özümdən 25 yazmışam, çıx 25 yazıram və çıxılsın 3. İndi bunun bax burası x çıx 5-in kvadratını verdi və çıxılsın neçə? 28. Həmişə yarıya böləcəksən. Mənfi onun yarısı, -5, kvadratı yenə də 25. Kvadrata yüksəldirəm deyə mənfi müsbətinə baxmadan yazıram. Çatdı? Uşaqlar, öyrənə bildinizmi? Bunun mahiyyətini izah edeyim sizə. Məsəl üçün, x kvadrat çıxılsın 4x üstə gəl 7. Uşaqlar, birinci x kvadratını yazırsınız. Bu arada elə bilin ki, biz a kvadrat çıx 2ab üstə gəl b kvadratını yaradırıq. X-in kvadrat çıxılsın. Düsturda nə gəlibdir, görürsünüz? 2. Bura yazacaqsınız 2. Bu 2-nin xatirinə 2-yə bölürdük bayaqlar. 2. Sonra a-nın yerinə nə durur burada? X. İndi 2x-i nəyə vurum ki 4x eləsin? 2-yə. Üstə gəlinsin. Bu 2-nin, bax fikir verin, b-ni tapandan sonra b-nin nəyini yazmışıq? Kvadratını. 2-nin kvadratı neçə elədi? 4. Üstə gəl 4 yazdımsa, bir də çıx 4, üstə gəlsin 7. İndi yenə qaydırıq əvvəlkinə.
Bu 3 dənə nəyi verir bizə? X çıx 2-nin kvadratını. Mənfi 4-ün üstünə 7 gəldim. Müsbət 3. Gəlin bundan bir dənəsini də yazın. X-in kvadratı çıxılsın 12x. Laf bu dəfə üstə gəl yazaq. 12x çıxılsın 1. Belə bir şey olsun. Yenə diqqətlə qulaq asırsınız mənə. Yazıram. X-in kvadratı üstə gəl 2 vurulsun. O 2 mütləq olmalıdır. 2 niyə olmalıdır aşağılar? Düsturda 2AB-nin ikisidir o. 2 vurulsun. A-nın yerinə nə durur? X. 2-ni x-ə vurdum elədi 2x. 2x-i nəyə vurum ki? Buradakı 12x alım. 6-ya. Üstə gəl. Bu 6-nın nəyini yazmalıyam onda? Kvadratını. 36. Özümdən 36 yazdım. Çıx 36 və çıx 1. İndi bunun bu ilk 3 dənəsi nə verdi mənə? X üstə gəl 6-nın kvadratı. Mənfi 36 ilə mənfi 1. Mənfi 37. Siz Allah öyrənə bilirsiniz. Baxın, görün artıq neçə dənə nümunə göstərdim sizə. Bu göstərdiyim nümunələrin hamısında, diqqətiniz məndə olsun, bu göstərdiyim nümunələrin hamısında kvadratın əmsalı nə idi? 1 idi. İşimiz çox rahat idi. İndi bəzi testlər olacaq ki, kvadratın əmsalında başqa ədəd olacaq. Məsəl üçün, bayaqlar birini yazmışdıq. Belə bir sual. 9a kvadrat üstə gəlinsin 3ab üstə gəlinsin, məsəl üçün, ət işarəsi. Bax, bunu necə izah elədim bayaqlar? Hatırlayırsınız da? 9a kvadratına necə baxdınız uşaqlar? 3a-nın kvadratı. Üstə gəl. Sonra nə yazdınız? 2 vurulsun. A-nın yerinə nə durur? 3a vurulsun. 2-ni 3a-ya vurdum, 6a. 6a-nı nəyə vurum ki, 3ab-ni versin? 2-də 1 b-yə. Bu 2-də 1 b-ni tapandan sonra 2-də 1 b-nin nəyini yazdıq? Kvadratını. Elədi 4-də 1 b-nin kvadratı. Və dedi ki, bu ət işarəsi sən demə 4-də 1 b kvadratıymış. Sözümün canı nə idi uşaqlar? Kvadratın əvvəlində ədəd varsa, hissə bunu bu formada yazacaqsınız. Gəlin bir dənə də fərqli bir nümunə yazaq. Məsəl üçün, olsun belə. 16x kvadratı çıxılsın, 24x üstə gəlsin, 13. Belə bir dənə sual yazdım. İndi uşaqlar, 16x kvadratı nəyin kvadratıdır? Yaxşı demədiniz? 4x-in kvadratı. Sonra çıxılsın, nə yazım? 2 vurulsun. Bu 2 vurulsun həmişə yazılmalıdır. 2 vurulsun. A-nın yerinə nə durur? 4x. İndi baxın. 2-ni 4x-ə vururam, 8x. 8x-i nəyə vurum ki, buradakı 24x-i versin? 3-ə. Uşaqlar, 3-ü tapandan sonra 3-ün kvadratını yazacaqsınız. Özümdən plus 9 yazdım. Çıx 9, üstə gəlsin 13. İndi, bax, bunun bu hissəsi. Bax, bura. Nə verdi bizə? Dəqiq baxın. 4x. Bura çıxılsındır deyə. Çıxılsın 3-ün kvadratı. Üstə gəlsin neçə? Üstə gəlsin 4. Aydın olur. Davam edək. Uşaqlar, qeydə baxın. Bayaqlarda danışdığımız üsuldandır. Deyir ki, A bərabər 1 olduqda kvadrat 3 ədlidən 2 ədlinin tam kvadratı aşağıdakı üsulla daha asan ayırmaq olar. Bayaqlar izah elədiyimdir. Dedim, x-in əmsalını 2-yə bölün. B-ni böldünüz 2-yə. B böl 2-nin kvadratı neçə eləyir? B kvadratı böl 4. B kvadratı böl 4-ə əlavə elədirsə, bir də çıxılsın B kvadratı böl 4 yazmalısınız. Eyni şeyi izah eləmişik burada. İndi bu misalı, bu 6-nı 7 eləmişdik. Gəlin bir dəfə də 6 ilə yazaq. X-in kvadratı çıxılsın 4x üstə gəl. Neynə deyək uşaqlar? 2-yə böldük. Bölün 2-yə. 4-ü 2-yə böldüm 2. Kvadratı 4. Özümdən 4 yazmışam. Çıx 4. Üstə gəl 6. İndi bunun bu 3 dənəsi nə verdi? X çıx 2-nin kvadratı. Mənfi 4-ün üstünə 6 gələndə də üstə gəlsin 2. Başa düşdünüzmü? Tamam. Davam edirik. Misal 32-yə baxaq. X kvadrat üstə gəl 6x üstə gəl 6 kvadrat 3 ədlisindən 2 ədlinin tam kvadratını ayıraq. X-in kvadratı üstə gəl 6x üstə gəl nöqtələr.
9. 9 hardan gəldi? Yenə bu 6-nı böldüz 2-yə, elədi 3. Kvadratı 9. Özümdən 9 yazdım. Çıx 9, üstə gəlsin 6. İndi bura nəyə oxşadı? X üstə gələk 3-ün kvadratı. Çıxılsın 3. Aydın oldu mu? Tamam. Uşaqlar neçə dənə nümunə göstərdim sizə təxmini? Bir 10 dənə misal işlədim. Bir 10 dənə nümunə yazdım lövhəyə. Önəmini yəqin başa düşdünüz. Önəmini sizə bir formada da göstərəcəm uşaqlar. Ev tapşırığında sırf buna aid 60 dənə sual var. Ayrıca bir vərəq kimi verəcəm. 60 dənə sualın 60'ını da tam kvadratına ayırmaqla yazacaqsınız. Aydın oldu mu? Tamam. İndi davam edirik. Kvadrat üçərlidən 2 hədinin tam kvadratını ayırmaqla A-nın işarəsindən asılı olaraq üçərlinin ən böyük və ya ən kiçik qiymətini tapmaq olar. Bunun üçün nə etməlisiniz uşaqlar? Yadınızda qalsın ki, əgər A-mız müsbət ədəddirsə, AX kvadrat üstəgəl BX üstəgəl C kvadrat üçərlisi dəyişənin X bərabər M qiymətində ən kiçik qiymətini alır. Və ən kiçik qiymətin düsturu da, bu da baxın buradadır. 4AC çıx B kvadrat bölünsün 4A. Uşaqlar, bu danışdığıma bir aydınlıq gətirin. Belə başa düşməlisiniz. Əgər A-mız müsbətdirsə, bunun nəyini soruşacaq bizdən? Ən kiçik qiymətini. Və ən kiçik qiymətin düsturu da nədir? 4AC çıx B kvadrat bölünsün 4A. Bəs yaxşı, ən kiçik qiymətini haçan alır? X-in M qiymətində. Bəs bu M-in düsturu necə idi? Mənfi B bölünsün 2A. Başa düşdünüzmü? İndi ikinci hala baxaq. Əgər A mənfidirsə, onda bunun necə qiymətini soruşar demişik? Ən böyük qiymətini soruşar. Yenə də bu ən böyük qiymət hansı düsturla tapılacaq? 4AC çıx B kvadrat bölünsün 4A. X-in hansı qiymətində? X-in M qiymətində. M-in düsturu da ki, mənfi B bölünsün 2A-dır. İndi gəlin belə bir dənə nümunə işləyək. Misal 33. Uşaqlar, X kvadratının əmsalı müsbətdir deyə təbii ki, nə soruşmalıdır məndən? Ən kiçik qiymətini. Ən kiçik qiymətini tapmaq üçün də nə idi düsturumuz? A nədir? Birinci bunu yazın. A2, B 8, C-miz mənfi 7-dir. Onda M bərabərdir 4AC, yəni 4 vur 2 vur mənfi 7. Çıxılsın B kvadratı 64, bölünsün 4A 4 vur 2. Uşaqlar, bura eləyir neçə? Mənfi 56. Mənfi 56 çıx 64. Mənfi 120. Mənfi 120 böl 8. Mənfi 15. Oldu bunun nəyi? Ən kiçik qiyməti. Başa düşdünüzmü? İndi misal 34. A-mız nəyə bərabərdir? A-mız mənfi 1. A mənfidir deyə nə soruşmalıdır bizdən? Mütləq. Ən böyük qiymət. B-miz 6. C-miz nədir? Mənfi 17. Yenə N düsturumuza görə 4AC 4 vurulsun, mənfi 1 vurulsun, mənfi 17. Çıxılsın B kvadratı, yəni 36. Bölünsün 4A 4 vur mənfi 1. Uşaqlar, bu eləyir deməli 68. 36-nı çıxanda qalır neçə? 32. 32 böl mənfi 4. Cavabımız mənfi 8. Mənfi 8 oldu bunun nəyi? Ən böyük qiymət. Çatırmı? İfadələrin həm ən kiçik, həm də ən böyük qiyməti. Yekun olaraq bir dəfə də deyirəm. Hansı düsturla tapılırmış? 4AC çıx B kvadrat bölünsün 4A. Yaxşı uşaqlar? Tamam. Həmçinin kvadratın əmsalı 1-dirsə, yaxşı olar ki bunu, kvadratın əmsalı 1-dirsə, yaxşı olar ki bunu nə ilə tapasınız? Tam kvadrata ayırmaqla. Gəlin o üsuldan izah edeyim sizə. Uşaqlar, x-in kvadratı üstə gəl 8x, üstə gəl nöqtələr. Bayaqdan yazdığımız 10 dənə nümunə göstərdim haradasa.
8-i 2-yə bölürdüm. 4. Kvadrata yüksəldirdim. 16. Üstə gəlsin m. Bura qədər gəldi. Sonra bunun bu hissəsinə diqqət. X üstə gəl 4-ün kvadratı çıx 16 üstə gəl m. İndi uşaqlar kvadratın ən kiçik qiyməti nədir? 0. Həqiqətən x-in yerinə mənfi 4 qoyanda 0 alınır da. Bura getdi 0-a. Yerində nə qaldı? Mənfi 16 üstə gəlim. Nəyə bərabər olmalıdır? 25-ə. Bu mənfi 16-nı da bu tərəfə keçirsək, m bərabər oldu 41. Çatdı mı? İfadənin ən kiçik qiyməti 25-dir deyə mənfi 16 üstə gəl m-i 25-ə bərabər elədik. Tam çatırmı? Sonra gəlin misal 36-ya baxaq. Misal 36. Uşaqlar 2x üstə gəl y var, 2x üstə gəl y var. Fərz eləyin ki, bunları özümüzdən bir dənə t demişik. O t əvəzləməsi, xatırlayırsınız yəqin ki. Deməli, görün nə olacaq. T-nin kvadrat çıxılsın 6t üstə gəl 15. Mən bunun ən kiçik qiymətini axtarıram. Yenə tam kvadrat ayırma üsulumuz. T kvadrat çıxılsın 6t üstə gəl nöqtələr. 6-nı 2-yə böldüm 3, kvadratı 9. Çıxılsın 9, üstə gələk 15. Nə verdi bura ay uşaqlar? T çıxaq 3-ün kvadratı, üstə gəlinsin 6. İndi kvadratın ən kiçik qiyməti nədir? 0. Həmişə yoxlayın, görün 0 olurmu? T bərabər 3 olanda, bəli, bura 0 olur. Deməli, ən kiçik qiymət, sən demə neçəymiş? 6. Yaza biləcəksiniz? Nətər 6-nı hardan tapdıq? Mənfi 9-un üstünə 15 gələndə. Misal 37-yə baxın. Misal 37. Deməli, y bərabərdir. 2 bölünsün x kvadrat çıx 8x üstə gəl 26 ifadəsinin ən böyük qiymətini soruşur. Uşaqlar, bir kəsirin ən böyük qiymət alması üçün bu kəsirin məxrəci necə qiymət almalıdır? Ən kiçik qiymət. Birinci ən kiçik qiymətini tapaq. Məxrəcin. Tapa bilərəmmi? Öyrəndiyimiz üsul. X kvadrat çıx 8x üstə gəlinsin nöqtələr. 16. Çıxılsın 16. Üstə gəlinsin 26. İndi bunun burası x çıxaq 4-ün kvadratını verdi. Üstə gəlinsin 10. İndi uşaqlar, kvadratın ən kiçik qiyməti nədir? 0. Görün 0 olurmu? Bəli olur. X-in 4 qiymətində 0 ola bilir. Onda ən kiçik qiymət neçə oldu? 10. İfadənin ən kiçik qiyməti 10 oldu. O 4-ü sadəcə yoxlayırıq ki, görək 0 olurmu? 4 sadəcə orada lazımdır. İndi bu 10-u gətirin yerinə qoyun. Y bərabərdir 2 bölünsün 10. Cavabımız da nə oldu? 5-də 1. Başa düşə bildiniz? Deməli, bu ifadənin ən böyük qiyməti nəyə bərabər imiş? 5-də 1-ə. Sonra misal 38-ə baxın. Misal 38. Uşaqlar, x-lərə bir baxaq. X kvadrat çıx 8x. Üstə gəl. Y-lərə də bir baxaq. Üstə gəlsin 25. Elə ki, x-ləri bir yazdım, y-ləri bir yazdım. İndi ən kiçik qiymətini tapaq. Bunun üçün 2 dəfə yazacaq bu üsulumuzu. X-in kvadratı çıxılsın 8x üstə gəlinsin nöqtələr. 8-i böləcək 2-yə 4. Kvadratı nə verdi? 16. Çıx 16. Birincisi ilə işim qurtardı. Sonra bu hissəyə baxırıq. Y-in kvadratı üstə gəl 4y üstə gəl. 4-ü bölün 2-yə 2. Kvadratı 4. Bu nöqtələrin yerinə. Bir də çıx 4. Üstə gəl 25-i yazıram. İndi bunun bu 3 dənəsi nə verdi bizə? X çıx 4-ün kvadratına. Bunun bu 3 dənəsi y üstə gəl 2-nin kvadratı. İndi mənfi 16, mənfi 4, müsbət 25. O da bizə nə verdi? Müsbət 5. İndi kvadratın ən kiçik qiyməti nə idi dedik? 0. Bax, buranı 0 eləmək olurmu? Olur. Buranı 0 eləmək olurmu? Olur. Demək ki, ən kiçik qiymət 5-ə bərabər imiş.
Çatdım aşağılar. Tam kvadratına ayırırsınız. Kvadratları da ən kiçik qiymət olaraq 0 götürürsünüz. Sonra misal 39'a baxaq. Misal 39. Misal 39. Yazıram. X kvadrat üstə gəlinsin. 8x üstə gəl. Nöqtələr. Aha. 8'i böldüm 2'ye 4 kvadratı 16. Sıx 16 üstə gəl 23. Üstündə də kvadrat. Çıxaq 28. İndi bunun bu hissəsi. X üstə gəl 4'ün kvadratı. Üstə gəl 7'nin kvadratı. Çıxaq 28. İndi uşaqlar, əvvəlcə bu böyük kvadratı 0 eləmək istəyirəm. Bax, bu problem çıxır ortaya. Diqqətlə baxın. Siz bu böyük mötərizənin 0 eləmək üçün gərək x üstə gəl 4'ün kvadratı mənfi 7 eləyəsiniz. X üstə gəl 4'ün kvadratı mənfi 7 ola bilməz. Onda buranı 0 eləyə bilmirəm deyə keçirəm bu daxildəki kvadrata. Buranı 0 eləyirəm. Oranı 0 eləyə bilirəmmi? Eləyə bilirəm. Mənfi 4 olanda. İndi 0'ın üstünə 7 gəldim. 7. 7'nin kvadratı nə oldu? 49. Sonda cavab görün nə olacaq? 49 çıxaq 28. Cavab oldu 21. Aydındır? Bax, böyük mötərizəni bir də deyirəm, 0 eləmək istədim. Gördüm ki, eləyə bilmirəm, gərək onda bura nə ola? Mənfi 7. Kvadrat olan ifadədəki mənfi 7 ola bilməz. Ona görə daxildəkini 0 elədik. Misal 40'a baxaq. Misal 40. Yenə görün nə eləyəcək? Yenə görün nə eləyəcək? Bax, bu kvadratı 0 eləmək istəyirəm. 0 eləməyim üçün gərək 2x kvadratı nə ola? Mənfi 7 ola. Bir də deyirəm aşağılar. 2x kvadrat üstə gəl 7'nin 0 olması üçün gərək 2x kvadratı mənfi 7 ola. Mümkündür belə bir şey? Xeyr. Onda deyirdik ki, eybi yox, daxildəki kvadrat 0 olsun. Buranı 0 eləyəndə 0'ın üstünə 7 gəldim, 7. Kvadratı 49. İndi gəlin bu kvadratı 0 eləyək, görək olarmı? Bu olur. Y kvadrat üçün 0 olması üçün y kvadratı 3, y'in özü də kök altında 3 və yaxud mənfi kök altında 3. Mümkündür. İkincisi 0 oldu, bir də 24. Deməli, 49 üstə gəl 0 çıx 24. Davamız da nə oldu? 25. Çatır aşağılar. Tamam. Sonra misal 41'ə baxırıq. Deyir, A-nın hansı qiymətində bu ifadənin qiyməti ən böyük olar? Uşaqlar, həqiqətən də bu ifadənin necə qiymətini soruşmalıdır? Çünki kvadratın əmsalı nədir? Mənfidir. Və A-nın hansı qiymətində, dəyişənin hansı qiymətində deyirsə, siz bu M-i tapmalısınız. M-in düsturu nə idi? Mənfi B bölünsün 2A. Bu da bərabərdir. Mənfi. B-nin yerinə nə durur? 18. A-nın yerinə nə durur? Mənfi 3. Mənfi 18 bölünsün mənfi 6. Mənfi ilə mənfi müsbət. 18 6'ya böldüm 3. Məncə başa düşdünüz. Aydın oldu mu? Tamam. Növbəti qaydamız gəlir. Deməli, kvadrat üçədinin vuruqlara ayrılması. Uşaqlar, kvadrat üçədinin vuruqlara ayırmaq üçün siz əvvəlcə bunun köklərini tapacaqsınız. X1 və X2 köklərini. Daha sonra A vurulsun X çıx X1, X çıx X2 düsturunda X1 və X2'ni yerinə qoyacaqsınız. Deməli, X-in kvadratı çıxılsın 7x üstə gəl 12'nin. Mənə deyin görüm, kökləri nədir? Bayaqlar tapdım bunu. V teriminə görə. Toplayanda nə versin? 7. Vuranda nə versin? 12. Deməli, X1 3, X2 4. Sonra X çıxılsın X1 və X çıxılsın X2'dir düsturumuz. X1, X2'də qiymətlərini yerinə qoyun. Birinə 3 qoyacaqsınız, birinə 4. Olacaq X çıx 3, X çıxılsın 4. Vuruqlarını ayırdım. Başa düşdünüzmü? Tamam. Sonra uşaqlar, belə bir dənə qeydimiz var. Deyir ki, AX kvadrat üstə gəl, BX üstə gəl, C kvadrat üçədlisini
aşağıdakı qayda ilə də vuruqlarını ayırmaq olar. Deməli uşaqlar, bu üsula biz türk üsulu deyirik. Gəlin görək bundan necə yazmaq olar. Buradakı bu ən birinci ax kvadratını mx vurulsun nx şəklində vuruqlarını ayırırsınız, alt-alta yazırsınız. Sonra buradakı bu s-ni p vurulsun q şəklində, hasil şəklində yazırsınız. Yenə alt-alta. Bax, fikir verin, burada yazmışıq. Mx vurulsun nx bizə ax kvadratını verməlidir. Q vur p də bizə nəyi verməlidir? S-ni. Birincisi ilə sonuncusunu bu formada ayırırsınız. Daha sonra qarşı-qarşıya vurub toplayırıq. Mx'i Q-yə vurdum. Nx'i P-yə vurdum. Toplayanda əgər ortadakı Bx-i bu Bx-i alırsınızsa, cavabı götürəcəksiniz çarpaz. Mx ilə deməli nəyi götürməlisiniz? Mx ilə P-ni götürəcəksiniz. Görürsünüz nə yazmışıq? Mx üstəgəlsin P. Sonra nx ilə də nəyi götürəcəksiniz? Q-nü. Bayaq yazdığımız misalın cavabı yadınızdadır mı? X kvadrat çıx 7x üstəgəl 12-nin cavabı yadınızdadır. X çıx 3 ilə x çıx 4. İndi gəlin bu misalı bu üsula görə birinci vuruqlarını ayıraq. Deməli, x-in kvadrat çıxaq 7x üstəgəlsin 12-ni. X kvadratını x vur x deyə ayırmaq olar. Çatdı? 12-ni nə vur nə yazmaq olar uşaqlar? 3 vurulsun 4. Amma bu bizim işimizə yaramayacaq. Deyin niyə? Orta mənfi 7-dir axı. Orta mənfi 7-dirsə, bu 3 4-ü siz mənfi 3, mənfi 4 kimi düşünməlisiniz. Ortanın işarəsini, ortadakını yaratmağa çalışıram axı. X-i mənfi 3-ə vuranda mənfi 3x, x-i mənfi 4-ə vuranda mənfi 4x, toplayanda nə aldım? Mənfi 7x. Ortadakını aldım mı aşağılar? Onda cavabı götürürdük çarpaz. Bax belə. Nə oldu? X çıx 4. Bir də bunlar? X çıxsın 3. Bax belə də ayırmaq olar. Çatırmı? İndi gəlin buradakı misal yazaq. Bu 6x kvadratını necə parçalayayım? Nə vur nə olsun? 2x ilə 3x. Sonra bu mənfi 6-nı necə parçalayayım? Məqsədim uşaqlar ortadakını almaqdır. Məsəl üçün, mənfi 2, müsbət 3 desəm. İndi vurun görüm qarşı-qarşıya. Neçə alınır? Mənfi 4x, üstə gəlinsin 9x. Bizə neçə verdi? 5x. Ortadakını verdi mi? Xeyr, ora mənfi 5x-dir. Onda bu mənfi 2, müsbət 3-ü dəyişdirəcəksiniz. 2 və mənfi 3 şəklində. Dəyişdirməyə icazə var. İndi yenidən vuraq. 2x-i 2-yə vurdum, 4x. 3x-i mənfi 3-ə vuranda mənfi 9x. Bu da bizə nəyi verdi? Mənfi 5x-i. Verdim ortadakını. Cavabı necə götür dedik? Çarpaz. Bax, çarpaz götürəndə 2x çıxılsın neçə? 3. Və 3x üstə gəlinsin. 3x üstə gəlinsin 2. Aydın oldu? Buna deyirlər türk üsulu. Heç xoşa gələn üsul deyil. Çətindir. Çətindir. İndi gəlin uşaqlar, biz öz üsulumuzu öyrədək sizə. Bizim öz üsulumuzun adı şaxə üsuludur. Deməli, burada çoxlu sözlər falan yazmışam. İstəmirəm ki, baş beyiniz qarışsın. Misal üzərində göstərim. Görün nə demək istəyirəm. Nədir? Necə yəni neçə misaldır? Bilmirəm, 44 var, 45 var. Hə, 2 dənəsi qalır. 4 dənə də əlavə deyəcəm özümdən. Qulaq asın. X kvadrat üstəgəl 7x üstəgəlsin 12. Deməli, şaxə üsulumuz necədir uşaqlar? Şaxə üsulumuza görə birincisini vurursunuz sonuncusuna. X kvadratını vurun 12-yə. 12x-in kvadratı. Uşaqlar, bu 12x kvadratını elə parçalayaq ki, toplayanda mənə 7x-i versin. Müsbət 3x ilə həmişə də işarəsini yazın. Müsbət 4x. İndi uşaqlar, demək ki, bu ortadakı 7x-i müsbət 3x və müsbət 4x şəklində parçalamaq lazım imiş. 4x. Üstə gəlsin neçə? 12. Birinci və ikincidən nə çıxsın? X. Nə qaldı?
X plus 3. Bəs buradan nə çıxsın? 4. Burada nə qaldı? X plus 3. Bu X plus 3'ləri bir dəfə də çıxardım. X plus 3 və X plus 4. Başa düşə bildinizmi? Üsulumuzun adına deyirlər şaxə üsulu. Uşaqlar, əslində bunu daha da sadələşdirmək olar. Əgər x kvadratının əmsalında 1 varsa, cümləmi də deyim mi? X kvadratının əmsalında 1 varsa, sadəcə bu sondakı 12-ni parçalayın. 12-ni necə parçalayayım ki, toplayanda 7 versin? İşarəsi ilə birlikdə. Müsbət 3 ilə, müsbət nə? 4. İndi fikir verin. Müsbət 3 ilə müsbət 4'ü biraz aralı yazdım bir-birindən. Çünki bunların qarşısına x-lər qoyacağım. Şu vuruqlarına ayrıldı. Çatırmı? Bayaqlar bir dənə misal işlədik sizdən. X kvadrat çıxılsın 7x üstə gəlsin 12. 12-ni necə ayıraq ki, mənfi 7 versin? Yazıram mənfi 3, yazıram mənfi 4. Yenə biraz aralı yazın. Çünki bunların qarşısına x-lər qoyub mötərizə alacaqsınız. Cavab x sıx 3, x sıx 4. Çatırmı? Başqa nümunə gəlir. Başqa nümunə. X kvadrat çıxılsın. Məsəl üçün birini də yazdıq. 7x çıxılsın 18. Bu mənfi 18'i necə ayrım ki, mənfi 7 alım? Mənfi 9 ilə müsbət 2. Uşaqlar, mənfi 9 ilə müsbət 2'ni toplayanda mənfi 7'ni vermir. Onda qarşısına x-lər qoyun. Cavab x sıx 9, x üstə gəl 2. Dünyanın ən sadə üsulu. Keçən 9-cu sinif idin ona görə. Bu il biraz ağlın artıb. Güya ki. Uşaqlar, başqa nümunə də deyirəm. X-in kvadratı üstə gəlinsin 10x çıxılsın, məsəl üçün 24. Aha. Aha. Müsbət 12, müsbət 12, mənfi 2. Qarşısına da x-lər, x üstə gəl 12, x sıx 2. Siz bu üsulu öyrənəcəksiniz. Əsas bununla yazacaqsınız testləri. Nə zaman kvadratın əmsalı 1'dirsə. Yaxşımı? Birini də yazıram. X kvadrat çıxılsın 5x üstə gəlsin 6. 6'nı parçala. Mənfi 3 ilə mənfi 2. Toplayanda mənfi 5'i verir də. Qarşısına da x-lər qoy. X sıx 3, x çıxılsın 2. Uşaqlar, buna aid də haradasa bir 120-130 dənə sual işləyəcək. Sırf buna aid, bu vuruqlara ayırmaya aid. Ev tapşırma. 60 dənə tam kvadrata ayırmadı, o heç. O bu dərslikdir. Gələn dərsdə ancaq bunlardan verəcəm. İndi uşaqlar, şaxə üsulumuz nə zaman bizim köməyimizə çatacaq? Əgər kvadratın əvvəlində nə varsa, ədəd varsa. Gəlin, misal 45'i də yazaq. Misal 45. Bunu buna vurun. Yaxşı demədiniz. Mənfi 24x'in kvadratı. Sonra bunu belə parçalayın dedim. Elə eləyin ki, mənfi 10x alınsın. Mənfi 12x ilə müsbət 2x. Ödənilir mi aşağılar? Toplayanda mənfi 10x'i verir həqiqətən. Vuranda da mənfi 24x kvadratını. Onda 3x kvadratı. Buradakı bu mənfi 10x'i əvəz eləyirəm bu ikisinlə. 12x üstə gəl 2x çıxılsın 8. Bir növ elə ki, mənfi 10x'i parçaladım. İndi uşaqlar, birinci və ikincidən 3x çıxsın, nə qalsın? X çıxdı. Buradan nə çıxsın? 2. Nə qalsın? X çıxdı. X çıx 4'lər təkrar bir də çıxa bilərmi? Bir də çıxır. X çıx 4 və 3x üstə gəlsin 2. Vuruqlarını ayırdıq. Aydın oldu mu? Uşaqlar, bayaqlar bir dənə nümunəmiz var idi. Misal 43. Misal 43. Qulaq asın. Yenə hansı üsulumuz?
Şaxə üsulumuz. Onun köməyinə yazaq. Bunu vurun buna. Xahiş edirəm işarəsindən birlikdə. İndi bunu necə parçalayım ki, -5x alım? -9x ilə, bu da nə oldu? -6 müsbət 1 deyirik. Elə bil tanıdıq ədədlər budur. -6 ilə müsbət 1 deyirsən. Vuranda heç 36x kvadratını eləmir axı. İndi uşaqlar, ortadakı -5x-i bulasırsınızmı? Ortadakı -5x-i bu formada parçalayacaq. Yazıram. 6x-in kvadratı çıxılsın 9x üstə gəl 4x çıxılsın 6. Nə çıxsın buradan? 3x. Nə qaldı? 2x çıxılsın 3. Nə çıxsın buradan? 2. Qalsın 2x çıxılsın 3. Həmişə bu mötərizənin içərisində eyni ifadələr qalmalıdır. İndi bunu bir dəfə də çıxardaq. 2x çıxılsın 3. 3x üstə gəlsin 2. Aydın oldu mu? Aydın oldu. İndi baxırıq buna. Belə bir qeydimiz var. Gəlin baxaq. Ax kvadrat üstə gəlsin, bx üstə gəlsə kvadrat 3 ədlisində d böyük bərabər 0 olduqda onu vuruqlarına ayırmaq mümkündür. Deməli, suallar olacaq uşaqlar. Suallar olacaq. Verilmiş kvadrat 3 ədli vuruqlarına ayrıla biləndirmi? Vuruqlarına ayrıla bilməyəndirmi? Vuruqlarına ayırmaq olarmı, olmazmı? Bax, bu tipli suallar var. Əgər bir kvadrat 3 ədlini vuruqlarına ayıra biliriksə, demək ki, onun diskriminantı böyük bərabər 0 olmalıdır. Yəni, bunun kökləri var. Əgər diskriminant 0-dan kiçikdirsə, onda deyəcək ki, onun vuruqlarına ayırmaq olmaz. Bu arada diskriminantın düsturu nə idi? B kvadrat çıxılsın 4ac. Məsələn, x kvadrat üstə gəl, 6x üstə gəl 12. Kvadrat şəhədisi verilib. Mənə deyir ki, bunu vuruqlarına ayırmaq olarmı? Uşaqlar, mən başlayıram, bunun diskriminantını tapıram. B kvadrat 4ac, 36 çıx, 4 vur, 1 vur, 12. Hesabladım ki, diskriminant nədir? -12. Yəni, mənfidir, 0-dan kiçikdir. Diskriminantın mənfi olduğu üçün deyəcək ki, bu kvadrat şəhədini vuruqlarına ayırmaq olmaz. Uşaqlar, bir də xüsusi halda, əgər kvadrat 3 ədlidə diskriminant 0-a bərabərdirsə, bilməlisiniz ki, bu hansısa 2 ədlinin nəyidir? Kvadratıdır. Nəyinsə mötərizə kvadratıdır. Aydın oldu mu? Tamam.